بسم الله الرحمن الرحيم. يا علي يا عظيم يا غفور يا رحيم، أنت الرب العظيم الذي ليس كمثله شيء، وهو السميع البصير. وهذا شهر عظمته وكرمته وشرفته وفضلته على الشهور، وهو الشهر الذي فرضت صيامه علي، وهو شهر رمضان الذي أنزلت فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان، وجعلت فيه ليلة القدر وجعلتها خيرا من 1000 شهر. فيا ذا المن ولا يمن عليك، منا علي بفكاك رقبتي من النار فيمن تمن عليه، وأدخلني الجنة برحمتك يا أرحم الراحمين. بسم الله الرحمن الرحيم. اللهم أدخل على أهل القبور السرور، اللهم أغني كل فقير، اللهم أشبع كل جاعي، اللهم اكسو كل عريان، اللهم اقضي دين كل مدين، اللهم فرج عن كل مكروب، اللهم رد كل غريب، اللهم فك كل أسير، اللهم أصلح كل فاسد من أمور المسلمين، اللهم اشفي كل مريض، اللهم سد فقرنا بغناك، اللهم غير سوء حالنا بحسن حالك، اللهم اقضي عنا الدين وأغننا من الفقر، إنك على كل شيء قدير. بسم الله الرحمن الرحيم. اللهم وفر حظي فيه من النوافل، وأكرمني فيه بإحضار المسائل، وقرب فيه وسيلتي إليك من بين الوسائل، يا من لا
يشغله إلحاح الملحين. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم المصطفى محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما بقية الله في الغرزين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد نحمده ونستعينه ونستغفره. السلام عليكم جميعا ورحمة الله وبركاته. بسم الله الرحمن الرحيم. اللهم اجعلني فيه من المستغفرين وجعلني فيه من عبادك الصالحين قانتين وجعلني فيه من أوليائك المقربين برفتك ya Erhamer Rahimin. İlahi, bugün məni bağışlamışlardan, sənin fərmanına baş əyən salih bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhimlilərin ən rəhimlisi olan Allah. Bugün Ramazan ayının növbəti artıq günündəyik. Allah güc verdi, tövfid verdi ki, bizə Ramazan ayını bu günlərə qədər gələ bildik, gətirə bildik öz boynumuzda. Və o cümlədən Ramazan ayını şükürlər olsun ki, orucumuzu tuta bilirik. Allah bu orucun, bu Ramazan ayının bərəkətindən, rəhmətindən bizləri, əlimizi boş qaytarmasın inşallah. Hacətlərimizi, müşküllərimizi tez bir zamanda Allahın və İzzət Cəlalına ki, qəbul etsin inşallah. Hərənin bir problemi var, müşkülü var. O problemlər, müşküllər bu Ramazan ayı hörmətinə inşallah ki, həlli asan olsun. İstərdim ki, keçən mövzumuzda Ramazan ayından necə hal yaşayaq, o mövzuda danışdıq. Əsl müsəlman, əsl mömin insan necə hal yaşamalıdır? Biz keçən söhbətimizdə dedik ki, Ramazan bir dənə gözəl şəhərdir. O şəhər ki, orada peyğəmbərlər yaşayıb. O şəhər ki, vaxtı ilə orada imamlarımız olub, məsumlar olub. Və Allah güc verib ki, biz də o şəhərin qonağı ola bilirik. Biz də o şəhərdə artıq yaşaya bilirik. Allaha həmd olsun ki, biz bu Ramazan ayını yaşayırıq. Ramazan ayı nədir? Ramazan ayı qonaqlıq ayıdır. Allah bir qonaqlıq təşkil edib, bir ziyafət təşkil edib ki, sən bu qonaqlıqda necə iştirak edəcəksən? Hansı cür istifadə edəcəksən? Bu, Allah elə bir ki, rəhmət qapılarını insanın üzərinə taybatay açıb. Deyib, bəndəm, gəl istifadə elə. Günahkar da olsun, gəlginə. Eybi yoxdur. Peyğəmbər xəbər verir ki, bəndələrim, Ramazan qonaqlığıdır, tələsin. Allah bir dənə qonaqlıq təşkil edib, Allah bir ziyafət verib ki, utanarsan getmərsin, gəl, Allah yumşayıb. Əsəbləşibsə də sənə, gəlginə səni bağışlayacaq. Üçün özü bir dənə ziyafət təşkil edib, özü bir qonaqlıq təşkil edib ki, gəlsin. Yəni ki, insan var ki, oruç tutub, amma nəfsinə uyur. Nəfsi istəklərini də yerinə yetirir. Baxmayın onun, alimlərin bir qəşəng sözü var ki, sən nəinki qarnıvı, dilivi şey deyəsən, oruç saxlayasan, bədənvi, vücudluğu oruç saxlayasan, aç, susuz qalasan, bununla orucluq olmur. Oruc o kəssi olar ki, sənin gözün də oruc olar, qulağın da oruc olar, dilin də oruc olar. Bütün bədən üzvlərin deyir, oruc halda olar. Məsəl üçün, gözünlə nə edə bilərsən? Məsəl üçün, qiyamətin günündə var ki, insanın bütün bədən üzvləri danışacaq. Necə danışacaq? Deyir, göz danışar ki, mən bu gözlə Qurana baxmamışam, yaxşı işlərə baxmamışam, bu gözümdən harama baxmışam, məsələn. Qulağımdan nə eləmişəm bəs? Qulağımla mən iffətsiz kəlmələr eşitmişəm, qeybət eşitmişəm, başqa sair kəlmələr eşitmişəm. Dilimdən nə eləmişəm? Dilimlə mən iffətsiz dilimdən kəlmə çıxarmışam, başqa işlər görmüşəm dilimdən, kiminsə qəlbini qırmışam, kiminsə zəhərləmişəm. Qiyamətin günündə bədən üzvləri danışır. Əlinlə nə eləmişsən? Əlinlə sən halal qazanmaq yerinə haram qazandın bu əllərlə. Sağ əl verdiyin, sol əl bilməməlisən, amma bunu da yerinə yetirmədin.
Ayağınla nə etmisən sən? Ayağınla sən zinaya tərəf getmisən, günaha tərəf getmisən. Üzr istəyirəm, çox üzr istəyirəm. Övrət yerindən bəs nə etmisən? Bunlar hamısı qiyamətin günündə danışar insanla. İnsana deyər ki, sən niyə bu işləri görmədin? Quran oxuya bilmirsən, nə olacaq ki, oxuya bilmirsən? Aç Quranı, otur üzünə baxçına. İmam Sadiq buyurur ki, sənin baxmağın ibadətdir. Nəinki sən deməklə mən Quran bilmirəm, mən ərəb dili bilmirəm, mən Quran necə oxuya bilərəm? Hamının əzbər bildiyi bir dənə surə var da. Fatihə surəsini maşallah bilənlər çox, hamı da bilir. Bismillahirrahmanirrahim, elhamdülillah, Rabbil aləmin. Bu ayəni bilənlər var. Aç, otur, Quranı açqına, qoyqına qabağına. Oxuduqca sən də baxqına Qurana. Ərəb dil bilmirsən, Quran oxuya bilmirsən, eybi yox. Aç, otur hərflərinə bax. Deyir, sənin baxmağın ibadət, çünki sənin gözün də payı var orada. Nəinki sənin dilinin payı olsun, qoy gözündə pay olsun ki, qiyamətin günündə o gözünün, baxışın, o qiyamətdə boş əlimizdə onu zəxirə qərar versin bizə Allah. Çünki qiyamətdə biz heç nə ilə getməyəcəyik. Bizə nə mal, mülkümüz qalacaq, nə heç nə qalmayacaq. Qiyamətin günündə elədiyimiz əməl qalacaq. Deyir, bəzilərində əməl o hədd olacaq ki, onun əməli nar dənəcəyindən də deyir, nar dənəciyi deyir, onun əməlindən ağır gələcək. Elə ki, əməl dəftəri gətirib qoyacaqlar bir dənə tərəziyə, bir dənə də nar dənəsi qoyacaqlar, məsəl üçün deyirəm. O nar dənəsi deyirlər ki, sən o əməl dəftərindən ağır gələr. Gör, indi bizim əməlimiz nədir? Bir dənə nar dənəciyi qədər olmuyor. Məsəl üçün, insan gərək öz-özünə sual verə bilər ki, mən Ramazanda necə halımı gözəlləşdirə bilərəm? Necə hal yaşaya bilərəm? Necə eləyim ki, mən Ramazanda Allah istəyən kimi olum? Günahdan çəkinim. Günahdan çəkinmək istəyir. Məsəl üçün, insana orucluq nə başa saldırır? Yəni ki, Ramazan niyə gözəldir ümumiyyətlə? Çünki nəfslə mübarizə var burada. Nəfslə mübarizə olduğuna görə Ramazan gözəldir. Çünki nəfsini sən elə bil ki, kəsirsən, başını kəsirsən, tullayırsan qırağa. Nəfsini kəsir, tullayırsan. Ramazan ona görə gözəldir ki, sən nəfsi istəklərini kənara qoyursan. Nəfsinin dediyinə uymursan, öz dediyindən məşğulsan. Nəinki başqa işlərlə. Ona görə Ramazan çox gözəldir. İnsan necə eləyim ki, mən, məsəl üçün, oruc aldı olanda, məsəl üçün, beynində nəsə fikirləşirsən, günah fikirləşirsən. Amma yadına düşür ki, mən orucam, onu saxladın, da eləmirsən. Alimlərin bir qəşəng sözü var, deyirlər ki, hər günüvi, hər saniyəvi Ramazan bil. Çox gözəl cümlədir bu. Hər günüvi sən Ramazan bilginən, hər günüvi sən orucluq bilginən. Niyə? Çünki orucluq, Ramazan elə bir gözəl bir şeydir ki, sən onda nəfsi istəkləri artıq yerinə yetirməyəcəksən. Halın da gözəl olacaq. Niyə halın gözəl olacaq? Çünki artıq sən günaha tərəf getmirsən. Çünki bu ayda, Ramazan ayında şeytanın əli qolu zəncirlənir, atılır bir zindana. O sənə yaxın gələ bilməz. Oruç tutmusansa sənə yaxın gələ bilməz o. Çünki artıq o Allah onun əli qolunu bağlayıb atıb bir dənə zindana. Sənə yaxın gələ bilməz o. Neynəsə yaxın gələ bilməz. Günaha təşviq eləmək istəsə səni, deyəcəksən ki, orucam eləyə bilmərəm bunu. Artıq beynində fikirləşirsən ki, o avtomatik beynə gəlir ki, sən orucsan artıq. Halımı necə gözəlləşdirim? Deyir, Quran oxu bu ayda. Deyir, kim bu ayda bir ayə belə Quran oxusa, deyir, sanki bir dənə Quran xətm etmiş kimidir. Bir dənə ayə, cəmi bir dənə ayə oxusa, məsələn oxusa, İnna ənzəlnahu fi leylətil qədr. Deyir, bu bir dənə ayə oxumağa nə deyir ki, bir dənə Quran xətm edib bu ayda. Gör, Allah necə dəyər verir bu aya. Necə gözəl bir aydır ki, Allah bu aya bu qədər savab verib. Bu qədər hörmətli aydır, izzətli aydır ki, biz bundan istifadə eləməliyik. İldə bir dəfədir bu ay. Məsəl üçün, Allah bizə demir ki, 12 ayı, 11 ayı oruç tut, bir ay oruç tutma. Deyir ki, 11 ayı necə istəyirsən, içirsən, yeyirsən, gəzirsən, özün bilərsən. Bir ayı ac qal. Mənə xatir ac qal da. Mənə xatir elə bu işi, nəinki kiməsə xatir eləyəsən. Məsəl üçün, bəzilərinin niyyəti odur ki, Allaha xatir olur niyyət, amma niyyət fərqli olur bəzən. Deyirlər ki, Allah vacib buyurub ona görə tuturam. Bu fikirdən insan çıxmalıdır. Niyə? Çünki Allaha xatir eləyəcəksən. Məsəl üçün, filan kəssən küslüsən, danışmırsan.
Deyir ona salamı Allaha xatir verginə. Nəinki ay Allah, nəinki bunun malına görə, mülkünə görə mən buna salam verirəm. Mən bu salamı sənə görə verirəm. Nəinki başqasına görə. Mən bu salamı sənə görə verirəm. Filan işi ay Allah sənə görə eləyirəm. Nəinki başqasına görə eləyirəm. Sənə xatir bu iş görürəm. Sənə xatir işləyirəm. İşə gedirəm. Nə olsun maaş alacağam oradan, pul gələcək mənə. Necə ay Allah sənə xatir işləyirəm. Bu söz demək çətindir. Deyirsən ki, sənə xatir işləyirəm. Sənə xatir qazanıram. Buyurulur ki, kim evindən çıxa gedərək halal ruzu dalayacaq, deyir, sanki Allah yolunda cihada getmiş şəxs kimidir. Bir nəfər ki, evindən çıxa halal ruzu dalayacaq gedib işləsin, deyir, o sanki Allah yolunda cihad etmiş şəxs kimidir. Allah yolunda cihad etmiş şəxs kimidir. Sanki bir mücahiddir, əlinə alıb qılıncı gedir Allah yolunda cihada. Peyğəmbər buyurur ki, o şəxs əgər dala qayıda bilməsə, vəfat etsə, onun misalı şəhid misalındadır. Allah gör necə halal ruziyə, gör nələr verir. Bəzən insan halaldan çəkinir. Allah ona başqa yerdən qapı açır, yol açır onun üçün. Çox gözəl bir yol açır. İrfani alimlərin, ariflərin qəşəng sözü var ki, gör Allaha xatir sən halaldan çəkinirsənsə, gör Allaha xatir haramdan çəkilsin sən nələr verər. Bəzən halaldan çəkilir insan. Allah insana elə nemətlər bəxş eləyir, amma deyilir ki, görsən Allaha xatir halaldan çəkildinsə Allah sənə nə bəxş elədi? Gör Allaha xatir haramdan çəkilsin sənə nələr bəxş eləyər. Necə şeylər sənə bəxş eləyər Allah? Məsəl üçün, bu ay əzəmətli aydır, gözəl aydır. Deyilir ki, bu ayda oruç tutmursan, niyə aşkar yemək yeyirsən bəs? Gizlin yeyən heç olmasa, aşkar yeməklə. Zaten Allah görür, xəbərdardır. Amma aşkar yeməklə, hamının gözü qarşısına yeməklə, gizlin yeməyə bilir. Çünki bu ayda Allah nə buyurur? Bütün müsəlmanlara, möminlərə oruc vacib oldu. Bu ayda, Ramazan ayında. O oruc ki, vaxtı ilə Peyğəmbərin vacibatı idi. Nə xoş halımıza ki, vaxtı ilə Peyğəmbərin vacibatını indi biz vacib bilirik, onu yerinə yetiririk. Bəzən insan müsəlmançılığına şükür eləməlidir. Deməli ki, ay Allah, sənə şükürlər olsun ki, məni nə yaxşı müsəlman qərar verdin. Nə yaxşı məni mömin qərar verdin. İmam Hüseynin bir dənə qəşəng duası var. Duasında buyurur ki, İlahi, sənə həmd və şükürlər olsun ki, sən məni müsəlman olaraq yaratmısan. Müsəlman ölkəsində qərar vermisən. Müsəlman ölkəsində yaratmısan. İmam Hüseynin duası deyir bu. Nə gözəl, nə xoş halıma. Allah bilə mən müsəlman ölkəsində dünyaya göz açmasaydım. İndi Allah bilir mən hansı ölkədə, hansı insanlığı yoxdur, əxlaqı yoxdur. Allah bilə mən orada neyini yirdim, nə əti yirdim orada. Sənə həmd və şükürlər olsun ki, məni müsəlman ölkəsində qərar vermisən. Allah bəzən müsəlmançılığına da şükür eləməlidir Allaha. Necə ki, İmam Hüseyin şükür edir ki, ay Allah, sənə şükürlər olsun ki, məni müsəlman qərar vermisən. Yoxsa gedərdim hansısa bir ölkədə dünyaya gələrdim, heç mədəniyyəti yoxdur oranın. Sənə şükürlər olsun ki, məni müsəlman ölkəsində qərar vermisən. Müsəlman ölkəsində boya başa çatdırmısan. Çox gözəl duadır həqiqətən bu. İnsan bəzən öz möminçiliyinə, müsəlmançılığına gərək nə eləyə? Şükür eləyə. Deyək ki, ay Allah, sənə şükür olsun, həmd və sənam sənə olsun ki, məni müsəlman qərar verdin. Müsəlman o şəxsdir ki, Allahın vacibatlarını yerinə yetirər. Təkcə oruç tutmaq deyil, oruç tutan hamı oruç tutur. İbn Ziyad da oruç tuturdu. Ömər Səəd də oruç tuturdu. Niyə tutmurdular ki? İmam Hüseyni öldürənlər hamı bilirdi ki, şəhid edilənlər bilirdilər ki, İmam Hüseyn kimdir. İmam Hüseyn ilə Ömər Səəd yandı üzrə dedi ki, İmam Hüseyn Ömər Səəd dedi, Ömər Səəd bilmirsən məgər mən kiməm? Ömər Səəd dedi ki, bilirəm sən Peyğəmbərin nəvəsisən, Əlinin oğlusan, Fatimənin oğlusan, bilirəm. Bəs niyə edirsən bunu? Çün deyir, rey mülkü söz veriblər mənə. Görürsən ki, bilgi düzdür, amma baxış fərqlidir. Sənin bilgin olur ki, bu Peyğəmbər nəvəsidir, amma baxış fərqlidir. İnsanın baxışı ilə bilgisi bir olsa,
insanın vücudunda çox şeylər dəyişər. Çox şeylər dəyişər, elə bir pakizə hala gələr çatar ki, onun həddi hüdudu olmaz. Allah savablar sənə bəxş eləyər ki, onda sənin baxışın bilirdi ki, bu İmam Hüseyn kimdir? Bilgin bilirdi İmam Hüseyn kimdir. Bəs niyə qəbul eləmədin? Görürsən ki, bilgi yerində olur bəzən, amma baxış fərqlidir. Məsəl üçün deyirik ki, filankəsin oğlu, məsəl üçün deyirəm, yaxşı vəzifədədir. Baxışın, bilgin yerindədir. Amma səhərsi gün baxış fərqlənir. Bu filankəs idi. Artıq dəyişdi baxış. İnsanın bilgisi ilə baxışı üst-üstə düşsə insanın vücudunda nə xoş alınır. Bugünkü gün deyirlər ki, İmam Hüseyni bilirlər kimdir. Həzrət Əlini bilirlər vilayəti nədir. Bilirlər ki, Qədirxum günündə Peyğəmbər nə dedi. Bilirlər ki, Peyğəmbər özündən sonra kimi xəlifə qərar verdi. Yaxşı bilirlər. Bilgiləri yerindədir, amma baxış fərqlidir. Deyir, bunlar nə olacaq? Deyir, qiyamətin günündə həsrət çəkəcəklər. Çünki qiyamətin bir adı yevmül həsrətdir də, həsrət günü, peşmançılıq günü. Onda insan başa düşəcək ki, mən nə etməliydim, amma gəldim, nə etdim. Niyə kimsəninsə mən sözünə inandım? Niyə kiməsə görə mən bunu etdim? Kaş etməzdim. Niyə etdim mən bunları? Onda insan o qiyamətin günündə yevmül həsrətdə başa düşəcək və biləcək, onda Allaha deyəcək ki, Allah məni qaytar o biri dünyaya. Gedim əməllərimi düzəldim, yenidən gəlim. Onda gec olacaq. Namaz qılmırdım. Niyə namaz qılmırdım? Düşmüşdüm başqa bir həyata, namaz qılmırdım. Kaş deyir namaz qılardım mən. Kaş deyir namazda olardım həmişə. Onda deyir Allaha deyəcək ki, kaş ay Allah, mən bu dünyada olardım. Namaz qılardım. İstədiyim kimi ibadət eləyərdim. Bugünkü gün məsəl üçün deyirlər ki, niyə soruşsan ki, niyə namaz qılmırsan? Bəs deyirlər ki, hələ o əqli yaşa çatmamışam da. O çatım, onu başa düşüm sonra qılım. Məsəl üçün nümunə gətirirəm. 14-15 yaşına çatan bir gənc yeni yetimə oğlan 14 yaşına çatan kimi deyirlər ki, namaz boynuma gəldi. Vacibat boynundadır. Demirlər ona ki, sən gəlib hansısa bir əqli yaşa çatasan, mənəvi yaşa çatasan, ondan sonra başlayasan. Deyir, 14 yaşına çatdın, namazını qılmalısan sən. Artıq bu namazı qılmalısan. Gözləmirlər sən hansısa bir əqli yaşa çatasan, mənəvi yaşa çatasan. Onu gözləmirlər. Deyirlər, niyə namaz qılmıram? Deyir, hələ o məqama çatmamışam ki, özümü hazır hiss eləyim qılım. Bu sualı bəzən belə deyirlər cavab olaraq. Amma Allah deyir ki, bəndəm, gözləmə ki, çatasan, sonra başlayasan, başla ki, çatasan. Məntiqə baxın, deyir, gözləmə ki, çatasan, sonra başlayasan, başla ki, başladığın şey səni çatdırsın Allaha. Əgər gözləşin ki, əgər çatım, sonra başlayım, elə gözləyə qalacaqsan. Əgər sən o məqama çatmağı gözləyirsənsə, o məqama sən belə çatmayacaqsan. Öz xoşunla gedib çatmayacaqsan o məqama. O məqama çatmaq üçün sən addım atmalısan ki, Allah sənə qarşı 10 addım atsın. Allaha qarşı sən bir addım atmasın, Allah sənə qarşı heç bir addım atmayacaq. Ramazan ayı fürsətdir. Fürsət yaranıb ki, bu ayda tövbə edək, Allaha sarı gələk. Allahın istədiklərini yerinə yetirək. Bu ay onun üçündür. Qızıl fürsətli insan üçün yaranıb. Gəlin bu qızıl fürsəti əldən buraxmayaq. Gözəl bir fürsətdir. Hər dəfə fürsəti vermir Allah. Bəlkə bu deyirsən ki, gələn ildən eləyərəm, gələn Ramazandan eləyərəm. Yox, eləmə. Bilmirsən axı gələn Ramazandan sən sağ çıxacaqsan, yoxsa çıxmayacaqsan. İndiki Ramazandan başla səncinə, başla. Sən o biri Ramazana artıq necə olasan? Pakizə olasan. Gözləməklə gələn Ramazana, elə bu Ramazandan başla. Bilmirsən ki, sən səhərsi gün yarım saat sonra səninlə iş gələcək başla. Ona görə indidən başla. Allah bizə həqiqi Ramazan ayının hörmətini başa düşənlərdən qərar versin. Bu ayın bərəkətindən, nemətindən, rəhmətindən bizləri ayrı salmasın inşallah. Allahümmə inna nəsəlükə mədərruk bismikəl əzz-i əkrəm əl-əzəl-i əkrəm. İlahəllərimizin naümid sinələrimizə qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi Pərverdigar, Ramazan ayını həqiqi başa düşənlərdən bizi qərar ver. İlahi Pərverdigar, Ramazan ayı hörmətinə, mərhəmətindən, rəhmətindən bizləri ayrı salma. İlahi Pərverdigar, Ramazan ayının feyzini, bərəkətini bizə və bütün xalqımıza, millətimizə nazil elə. İlahi Pərverdigara,
övladı olmayanlara halalzadə övladlar nəsib elə. İlahi Pərvərdigara işi olmayanlara iş nəsib elə. Evi olmayanlara ev, libası olmayanlara libas əta elə. İlahi Pərvərdigara xəstələr var, nəzərdə olan xəstələr, bizdən dua istəyən xəstələr var. O xəstələrə İmam-ı Səccadəliyindən dərdlərinə dəva elə. İlahi Pərvərdigara qərib yerdə olanlar, ruzu dalı cəng edənlər, yol çıxanlar hamısını düşmən hiləsindən, gülləsindən hifz elə. Məxsusən Səngərdə düşmənlə üz-üzə dayanan cavan qardaşlarımızı, zabitlərimizi düşmənin hiləsindən, gülləsindən hifz eləyib, onları səhi salamat evlərinə, mənzillərinə qaytar. İlahi Pərvərdigara əsirlikdə olanlarımızı tez bir zamanda azad elə. İlahi Pərvərdigara dustaq həyatında olanları tez bir zamanda azad eləyib evlərinə qaytar. İlahi Pərvərdigara sənə xatir oruç tuturuq, sənə xatir ibadət edirik. Bu sənə xatir etdiklərimizi qiyamətin günündə boş əlimizə zəxirə qərar ver. İlahi Pərvərdigara qiyamətin günündə həsrət çəkənlərdən bizi qərar vermə. İlahi Pərvərdigara qəbrin o sıxıntı gecəsində, sıxıntı günündə sən özün bizim yanımızda ol. Qəbr əzabından sən bizi özün xilas elə. İlahi Pərvərdigara müşküllərimizi həlli asan elə. İlahi Pərvərdigara borcu olanların borclarını qeyb xəzinələrindən əda elə. İlahi Pərvərdigara analarımızı, bacılarımızı xanım Zəhraya, xanım Zeynəbə bağışla. Yaşlılarımızı, ağsaqqallarımızı Həbib ibn Məzahirə bağışla. Körpələrimizi, uşaqlarımızı xanım Rüqeyyəyə, Əli Əsxərə bağışla. Gənclərimizi, cavanlarımızı Bəni Haşim cavanlarına Əbəlfəz ağaya, Əli Əkbər ağaya bağışla. İlahi Pərvərdigara zehnimizə gəlməyən dualar var, onlardan sən agahsan. O dualarla bahəm bizim bu duaları da qəbul elə. İlahi Pərvərdigara zəmanə imamının zuhurunu təcil qərar ver. O ağanın zuhuru zamanı hamımıza görməyi nəsib elə. Vəssalamu aleykum və rəhmətullah. Salavat zikr eləyək. Allahümme salli Muhammed və ali Muhammed.